8, Unit 8, 8-ci dərs Present Perfecto, indiki bitmiş zaman, ikinci hissə. B paragrafına baxırıq. Əvvəlki hissəyə kanaldan baxa bilərsiniz. B paragrafı. In the following examples, bu nümunələrdə də the speakers are talking about a period that continues until now. Danışan o müddətdən danışır ki, o dövrdən danışır ki, indiki zamana qədər davam edib. Recently, bugünlərdə, in the last few days, axırıncı bir neçə gündə, so far, indiyə qədər, since I arrived, mən gələndən bəri və sairək sözləri ilə indiki bitmiş zaman işlənir. Cümlələrə baxaq. Have you heard anything from Ben recently? Sən Ben'dən bugünlərdə bir şey eşitmisənmi? I have met a lot of people in the last few days. Mən çoxlu insanlarla axırıncı bir neçə gündə görüşmüşəm. Everything is going well. Hər şey yaxşı gedir. There haven't been any problems so far. Hər şey yaxşı gedir. İndiyə qədər heç bir problem olmayıb. The weather is bad here. Hava indi burada pisdir. It's rained every day since I arrived. Mən gələndən bəri hər gün yağış yağır. From when I arrived until now. Yəni mənim gəldiyimdən indiyə qədər. It's good to see you again. Səni görməyə, yenidən görməyə yaxşıdır. We haven't seen each other for a long time. Biz bir-birimizi uzun müddətdir ki, görmürdük. In the same way we use the present perfect with today. This evening, this year, etc. Biz indiki bitmiş zamanı today, bugün, this evening, bu axşam, this year, bu il sözləri ilə işlədirik. When these periods are not finished at the set time of speaking. Hansı ki bu dövr danışılan zamanda, o hərəkətdən danışılan zamana qədər bitməyib. Cümlələrə baxaq. I have drunk 4 cups of coffee today. Mən bugün 4 fincan kofe içmişəm. Have you had a holiday this year? Sən bugün tətildə olmusanmı? I haven't seen Tom this morning. Have you? Mən Tom'u bu səhər görməmişəm.